Abdullayeva Pəricəhan Ağayar qızı. Sizə müraciət eləmişəm. Sizdən başqa bir neçə kanallara da müraciət eləmişəm. Hamısı da gəlib çəkiliş aparacaqlar burada, canlı. Deməli, 1920-ci ildə mən atam torpağı götürülüb. O torpaq atamın 71-də rəhmətə gedəndən sonra atam hissə-hissə buralarda ev tikib və həmin evlərin, köhnə evlərimizdir bizim. Biz 6 bacı olmuşuq, vərəsəliyimi anam axırda mənə verib, son evladı olduğu üçün. Bu atam tikdirdiyi evlər 71-ə qədər atamın adına olub, 71-dən anamın adına keçib, anamın adından vəsiyyətnamə 98-ci ildə, anam 97-də rəhmətə gedib, 98-ci ildə mənə həvalanıb, mənə verilib, kiçik evladı olduğu üçün. Mən də o vaxtdan həyətdən nə qədər xırda tikintilərim olub, nəyimsə olub, Oktyabrsк rayonunun Qolub evin vaxtında hamısını sənədləşdirmişəm. Torpaq pulu vermişəm, sığorta pulu vermişəm. Ondan sonra belə deyərlər, ləğv oluna qədər yenə də torpaq pulu vermişəm. Söhbət odur, şirkətdir götürüb lap yaxşı. Mənlə 2 dəfə, 3 dəfə görüşmüşük. İmumi məxrəcə gəlməmişik. Söhbət odur, Fərxanım dəfələrlə qaz turbasını kəsiblər, qaz turbası sürtüb, evimin içindən gedən bir evin içində qaz turbası var. Küləkdə yata bilmirəm. Hipertonikəm, 76 yaşım var mənim. Həmin qastritim var, xorali kolitim məndə, asma bronxitim, zobum var, neçə dənə xəstəliyim var. Gözümə bu yaxınlarda suda gəlmişdi, onun da müalicəsi, onun da təzyiqi olur. Dəfələrlə deyirəm ona, saat deməli 8-dən başlayırlar, axşam 6-yacan quppa görüb. Dəfələrlə dedim ona, xahiş elədim ondan ki, gəlin o qaz turbasını düzəldin, mən yata bilmirəm. Düzdür, bağda oluram əksər vaxtlarda. Orada da nəmişlik olduğu üçün, ayağımda xəstəlik olduğu üçün şəhərə gəlirəm. İndi mən öz evimdən qaçmayacağım ki, dəfələrlə dedim onlara. Bu yaxınlarda, bax, bu evlər sökülüb. Baxmayaraq ki, bax, mənim divarlarımı nə günə qoyurlar. Şifrlər çartlayıb. Divarlar nə gündə. Bu yaxınlarda 360 manat verib, təqaüdümü yığmışdım, götürüb təzədən tol çəkdirmişəm damlara. Yaxşı, bunu götürürsənsə bir dəfəlik götür, cəmaatı razı sal, hamısı geçsin başına bir çarə qılsın. Axı, mən nə üçün mənə əziyyət çəkməliyəm? Burada bir nəfər qonşu qalıb, orada bir nəfər qonşu qalıb. Bütün həyət, məhəllə pis günə qalıb, dəfələrlə su partladıblar, gəlib sonra düzəldirlər, söhbət odur. Ona görə də ricam budur və kaska düşüb, sıra küləkdə, dəhşət küləkdə, kaska düşdü həyətə. Bu kaska da ki, təsəvvürlər ki, əgər 10 qramsa yuxarıdan düşəndə olar 10 kilo. Və bunun məsuliyyətini kim daşıyar? Fövqəladəyə də müraciət eləmişəm. 3 gündür fövqəladəyə də müraciət eləmişəm. Sabah qəbulda olacağım, Orucalı müəllimin qəbulunda. Dəfələrlə mən bunlara xəbərdarlıq eləmişəm. Belə nə zəng kimi götürürlər, nə sayırlar. Elə bil ki, beləsə, kim necə istəyir? Xeyir olsun. Sonra da ki, vəbşi ümumiyyətlə sən mənim həyətimi mən satmıram. Əli Əsədovun şeyi var, qərarı var, baş nazirin. Torpağımı sən mənimlə razılaşmalısan. Sən mənim torpağım, mən burada deməli 48-ci ildə anadan olmuşam. Mən burada xatirələrim var. 6 bacım, atam, anam, bacım qızı, hamısı burada gedib, 3 dənə vərəsəsi də durur burada. Həyət xüsusi mülkiyyətdir mənim adıma. Dəfələrlə bu məsələni 19-cu ildə mən qaldırmışam. Məsələni ki, öz adıma keçib qonşunun, yəni 2də 1 atamın olub, 2də 1 qonşunun. Qonşu rəhmətə gedib 83-cü ildə. Demişəm, onun adını çıxartın, təzədən öz sənədimi alın, öz küpküm olsun əlimdə. Bunlar da 2022-də gəlib götürüblər bu yeri. Söhbət özür, ayrılıblar üçün, Eldar Həsənov ayrıb bu yeri. Ancaq ki, mən razı deyirəm, mən getmirəm. Mən buranı arxitekturlu bina eləyəcəyəm özüm üçün. Politexniyi qutarmışam, 2-ci bir təhsilim də var. Mən satmıram. Mən satmaq üçün sən mənə gerək razı salasan. Sən mənim bir dənə telefon zəngimi götürmürsən. Dəfələrlə yazıram ona ki, mən yata bilmirəm. Qazın səsindən, səsküyün səsindən. Həyət bazı bütün toz torpaqdır. Hərə xanım, razılaşmır, nə deyirlər? Heç nə deyil, gəlin ora şirkətdə danışaq. Deyirəm, şirkətə niyə gəlirəm? Gəlin evimizdə danışaq da. Bu yaxınlarda bir ayın da söhbəti idi. Gəldi ki, bəs Fərxan, biz istəyirik evləri ölçək. Dedim, mən səndən ev almıram ki, sən mənim evimi ölçürsən içindən. Çək pasportumu çıxartdım. Bütün sənədlərimi qoydum, küp-küpü çıxartdım. Hamısını, bütün 3 dənə pasport, texniki pasportu çıxartdım. Dedim, bax, bəlkə dedi, sən orada artıq yazdırımsan. Dedim, başının üstündə 3 dənə Quran var. Mən heç kəsə artıq bir köpük mənə haram düşmür, lazım da deyir. Gəl, mən səndən ev istəmirəm, içəridən içəri ölçürsən. Çıx bayırdan ölç. Mənim haqqımı ver, mənimlə razılar çıxım gedim.
Hansı şirkətdir? Lüks rezident ya, o şirkətdir. Ancaq ki, özləri, mən buranın şirkətin müdürünü tanımıram. Deyirlər ki, yaxşı insandır. Mən də yaxşı insanam, razılaşmalıyım mənimlə. 2-3 nəfər var orada, ortada gəzənlər. Özlərindən çox razıdırlar. Mən də elə bir adamam ki, mənim istədiyim alınmasa mən buradan tərpənməyəcəm. Mənim rahatlığımı, məsuliyyət daşısınlar, bax buna görə. Oradan bir dənə Bakı, Küləklər şəhəridir. Hardan düşdü o Kafka? De buradan da hardan çıxacaq gedib? Tikintidən. Tikintidən yuxarı Bəli, mərtəbəsindən, bəli, bəli. Daha sonra Fəhliyə dedim ki, sən kaskon düşür və nə inirəm kaskanı, zəhd elə o kaskanı. Oradan sizin həyətə düşdü. Bəli, mənim həyətimə düşüb. Həyətdə kimsə var idi. Həyətdə özüm həyətdə idim də, həyətdə gəzişirdim. Ayağıma görə gündə gəzişirəm ki, düz mənim çəkilməsəydim dalı başıma düşəcəkdi. Bunun məsuliyyəti kim daşıyır bu? Şirkətin rəhbəri daşımalı. Onların sizdə telefon nömrəsi var hələ. Mən dəfələrlə zəng eləmişəm, WhatsApp-ına da yazmışam. Bağışlayın, məni belə heç saymırlar. Hələ bir lazımdır, mən heç onlarla danışmaq istəmirəm. Danışmaq istəmirəm. Nə danışım onlarla? Bax, getdi də nümayəndələri buradaydı. Gedib sözsüz ki, çatdırıcılar ki, çəkiliş var. Sizdən başqa bir neçə gənə də xahiş eləmişəm, rica eləmişəm. Gəlin çəkiliş aparın. Mən bu məsuliyyəti götürmürlər boynuna. Bax, işləməsinlər, qoysunlar getsinlər. Şimdi. Ünvan necə gedir Fərid xanım? Seyfəddin Dağlı 38-ə. Sən gidin oradan. Baxaq. Neçə müddətdir bu vəziyyətdəsiniz? Demək olar ki, hardasa bir 8 aydır da bu vəziyyətdəyik. Bu axırıncı köçənlər köçdülər, 2 mərtəbədir. Dəfələrlə dedim ona ki, dağıtmayın da, qoy bir dəfəlik bizi də razı salarsınız, sonra bir dəfəlik sökərsiniz. Təsəvvür edin ki, tozun torpağın içindən paltar sərə bilmirik həyətdə. Tozun torpağın içindən. Asma branxıdan mən bu tozu nə qədər mən götürüm? Nə qədər? Səs-küyü nə qədər götürüm mən? Neçə nəfərdən ibarət ailəsi? Oğlumdur, uşaqlarımdır, gəlinimdir, bacım qızıdır, bacım qızıdır, bacım qızıdır. 4 dənə ailədir. Təhlükəli daxil uşaqlara görə. Neynim, hər gün küləkdə çıxıram, bayra küçədə gözləyirəm, ortadan gəl, qıraqda dayanma. Məktəb yaxınlığında, gündə nə qədər uşaq 225-ə məktəbə gedir, məktəbdən gəlir. Dəfələrlə bu uşaqların başına bir şey düşsə, kimdir məsuliyyəti daşıyan? Fərid xanım, məktəb budur. Bəli, məktəb də odur. Neçə nömrəli məktəb? 225. Burada həmin şirkət bina tikir. Bəli, həmin fikir biri də yarımçılıq da heç kim tutarmasın. Şirkətin rəhbərini tanımırsınız? Afiq adlı bir oğlan deyirlər, bilmirəm, odur deyəsən. Mən ancaq heç onun özünü də tanımıram, görməmişəm də. Adı soyadını bilirsiniz? Afiq deyirlər, mən tanımıram onu. Ancaq burada 2 nəfər var, onları Kənandır, nə bilim, Rüfətdir, nədir, bax belə, Rəfaildir. Bax belə şey, bunlardır. Mən Sizin eviniz bura bitişi idi. Bəli, bir də axırıncı bir də gidiyoruz. Buyur. Bizim evimiz də bax bu evdir, bax. Axırıncı bizim evimizdir. Bax, bu evlər sizindir. Bəli, bu evlər, bəli. Özü də ki, hər bir şeyin küçəyə çıxışımın da sərəncamı var. Çex pasporta salmışam. Burada məndə vergi ödəcisiyəm. Mənim dükanım olub burada. Dükanım olub, vergi ödəcisiyəm mən. Həmin şey necə var və bunlar hamısı sənəddədir məndə. Çex pasporta salmışam mən bunları. Azər Əliyevin vaxtında eləmişəm bunların hamısını. Mən bir dənə artıq torpağım da, sahəm də yoxdur. Belə çıxır ki, mən güya küçəni zəbt eləmişəm. Mənim qanuni həyat bacamdır da. Razılaş mənimlə torpağımın pulunu ver, evimin pulunu ver. Razılaşsam səni razılaşmasam getməyəcəm mən buradan. Bir daha müraciətiniz eləyin. Müraciətim ancaq sizədir. Xahiş edirəm. Bu işlərə baxın. Prezidentimizdən müraciət edirəm. Belə şeylərə baxsınlar. Ümumiyyətlə, vallahi mən bir şey deyərdim ki, yenə də əgər bir zavod fabrik, dövlət səviyyəsində zavod fabrik tikilsəydi burada, sevinərdim ki, heç olmasa bir 1000 nəfər adam işləyəcək, evinə çörək pul aparacaq. Hansı bir şirkətsə gəlib burada pul qazanacaq, mən yerli gəl, yersiz gəl, yerli qaç söhbətidir, xeyir ola. Atam mənim mülküdür. Mən getməyəcəm, mənim istədiyimi almasam getməyəcəm. 2 dənə matrosu da ev tikirsən, sən nə edirəm mən o evi? Keyfiyyətsiz evləri.